mövzumuz Şimali Azərbaycan fevral burja inqilabından sonra. Bu nə deməkdir? Deməli, Birinci Dünya müharibəsi olur 1914-1918 və Rusiyada Birinci Dünya müharibəsində iştirak edən dövlətlərdəndir. Şimali Azərbaycanda Rusiyanın tərkibində iştirak edir, düzdürmü? Amma bu Birinci Dünya müharibəsi nəticəsində Rusiyada sosial-iqtisadi vəziyyət gərginləşir və nəticə etibarilə 1917-ci ildə fevral ayında bir burja inqilab olur. Yəni bu inqilab nəticəsində Rusiyada monarxiyaya son qoyulur. Çar Rusiyası başçısı olan 2-ci Nikolay hakimiyyətdən gedir və Çar Rusiyasına son qoyur. Artıq Çar Rusiyası, monarxiya, 2-ci Nikolay yoxdur. Əslində bu inqilab 1917-ci ildə 8 mart tarixində olubdur. Sadəcə Yuli təqvimi var, Yuli Sezarın adı ilə bağlıdır. O təqvimlə fevral ayına düşdüyünə görə elə deyilir. Amma konkret olaraq inqilab 8 martda olubdur. Yəni bu kitabda yoxdur, sadəcə maraqlı məlumat olsun deyə verdim. Deməli, fevral burja inqilabı oldu. Fevral burja inqilabı olandan sonra nə olur? Rusiyada nə olur? Rusiyada yaranır müvəqqəti hökumət. Müvəqqəti hökumətin ardınca bolşeviklər dediyimiz təşkilatdırlar da. Bolşeviklər çoxluq deməkdir. Var menşevik, var bolşevik. Yəni bolşeviklər deyək ki, bir təşkilatnamalarda səs çoxluqları daha çox deməkdir. Bolşevik sözü mənasında ümumiyyətlə çox deməkdir. Çoxluq. Hə, elə başa düşürsünüz. Bolşeviklərdir. Bir də burada müəssisələr məclisi var. Müəssisələr məclisi. Bax, bunlar nədir? Normalda Çar Rusiyası gedir, müvəqqəti hökumət gəlir, müvəqqəti, yəni adı üstündə baxın, müvəqqəti şəkildə dövləti idarə edir. Neçənci illərdə? Elə 1917-ci ilin bu fevralından düz oktyabrına qədər. Niyə oktyabrı? Çünki Rusiyada 2 dənə inqilab var. Fevral burja inqilabı, oktyabr çevrilişi. Bax, belə bir hərəkatdır. Fevraldan oktyabra qədər müvəqqəti hökumət idarə edir. Artıq oktyabrda bolşeviklər rəhbərlik eləməyə başlayır. Amma bolşeviklərin dönəmində müəssisələr məclisi də var. Müəssisələr məclisi yəni seçkili orqandır. Bu mütləq şəkildə olmalıdır. Müəssisələr məclisini isə sonra bolşeviklər qovacaq. Müəssisələr məclisi deyək ki, 1917-ci ilin noyabrında o seçkilər falan keçirilir. Amma sonra bolşeviklərin xoşuna gəlmir deyə 1918-ci ilin yanvarında bu müəssisələr məclisini qovmuş olacaqlar. Nəticədə hakimiyyətə kim olacaq? Bolşeviklər. Daha sonra isə gələcək Sovet Rusiyası, elə həmin bolşeviklər Sovet Rusiyasıdır. Ondan sonra yaranacaq Sovet Sosial Respublikası İttifaqı. Bax, məsələ budur. Bu mahiyyəti başa düşdük. Deməli, nədir? Birinci Dünya müharibəsinin üzündən fevral burja inqilab olur. Monarxiya gedir, 2-ci Nikolay gedir, Çar Rusiyası gedir. Nəticədə yaranır müvəqqəti hökumət, ardınca bolşeviklər hakimiyyətə gəlib, sonra bolşeviklər bu seçkili orqan olan müəssisəsini qovacaqlar. Aha, indi müvəqqəti hökumət yaranır, bəs Şimali Azərbaycanda vəziyyət necədir? Ümumiyyətlə, Ruslar Şimali Azərbaycana, yəni sırf Bakıya daha çox önəm verirdilər. Bir də ümumi Cənubi Qafqaza önəm verirdilər. Cənubi Qafqaz deyəndə hansı ölkələr nəzərdə tutulur? Azərbaycan, Ermənistan, Gürcüstan, çöldə deyəsən toy gedir. Azərbaycan, Ermənistan, Gürcüstan bir tərəfdə, sırf Bakı, elə belə deyək də, Bakına ayrı bir orqan yaradır. Yəni, bu müvəqqəti hökumətin rəhbərliyi ilə Cənubi Qafqazda yaranır komitə. Biz onu deyirik, Cənubi Qafqaz komitəsi. Bir də var İTİK. İTİK nədir? İctimai Təşkilatların İcraiyyə Komitəsi. Siz sadəcə İTİK-dir. Kimsə sizə səhv götürməyəcək onu. Deməli, nədir? Bu Tiflisdə yaranır. Bu Bakı şəhərində yaranır. Yaranıb danışdıqlarımız müvəqqəti hökumət də idarə edir. 1917-ci ilin martında yaranıb Cənubi Qafqaz Komitəsi ta ki oktyabra qədər idarə edəcək. İTİK də yaranır 1917-ci ilin yenə martında, idarə edəcək noyabrın 22-sinə qədər. Bu 4 martdır, bu 9 martdır. O qədər də önəmli deyil, yəni ayların, günlərini bilmək, daha doğrusu günləri bilmək önəmli deyil. Amma birinci yadımıza saxlayır ki, İTİK yaranır, sonra Cənubi Qafqaz Komitəsi yaranır. Bax, dediyim kimi, Rusiyada müvəqqəti hökumət var. Bunun Cənubi Qafqazda, yəni Azərbaycan, Ermənistan, Gürcüləri idarə edəcək komitədir. Komitə harada yaranır? Tiflisdə yaranacaq, Gürcüstanda. Sırf Bakıda yaranan İTİK-dir. Yəni ikisi də yerli icraiyyə orqanlarıdır. Yaxşı. Cənubi Qafqaz Komitəsində kim rəhbərdir? Demək, 4-cü Dövlət Dumasının deputatları var. Azərbaycanda kim idi? Məhəmməd Yusif Cəfərov. Yusif Cəfərov. Vəssalam. Komitə, deməli, 4-cü Dövlət Dumasının rəhbərləri Yusif Cəfərov falan orada idarə edirlər. Bəs İTİK-də kimdir? Daha çox qeyri-Azərbaycanlılardır və eyni zamanda Məhəmməd Həsən Hacınski, bir də Məhəmməd Əmin Rəsulzadə. Azərbaycanlılar
azdır, daha çox ermənilər, gürcülər təşkil edir də burada. Bakı olsa da daha çox qeyri-Azərbaycanlılardır. Amma 2 nəfər var ki, Hacıqəsən Rəsulzadə bunlar müsəlman olaraq burada iştirak edirlər. Və Rəsulzadənin belə deyək, rəhbərliyi ilə deyək, etik bir sıra qərar verir. Məsələn, deyir ki, qərarı nədir? Sahibkarlarla fəhlələr müharibə aparırlar. Bunlar barışsın. Bir də deyir ki, 8 saatlıq iş rejimi təşkil olunsun. Bu etikin gördüyü fəaliyyətdir. Yaxşı, indi müvəqqəti hökumət yarananda bir sıra işlər görür. Məsələn, nə işlər görür? Deyir ki, bu müvəqqəti hökumət deyir ki, siyasi məhbuslara azadlıq verirəm. Yəni siyasi amnistiya. Məhbuslar yoxdur, siyasi məhbuslara. Onlara amnistiya verirəm, yəni azadlıq verirəm. Bir də deyir ki, artıq azlıqlar yoxdur. Məsələn, azlıq deməkdə ayrı seçkilik yazaq. Ayrı seçkiliyə son qoymaq barədə bir bəyannamə imzalayır. Güya ki, müsəlmandır bu. Bizdə Ruslar başımıza oynasın, baxın, bunlar ermənidir. Məsələn, bu Azərbaycanda torpaqlarımızda onlara veriblər və s. Deyir ki, o ayrı seçkiliyə son qoyacaq. Bir də siyasi məhbuslara amnistiya verəcək. Bu xəbər, yəni bizdə sevinç doğurur. Martın 2-sində bizdə xəbər çatanda ki, fevral buja inqilab olub, martın 2-sində bizdə xəbər çatanda bu bizdə sevinç əmələ gətirir. Və belə deyək də, hətta Məhəmməd Əmin Rəsulzadə burada bir ifadəsi var. Deyir ki, yəni milli məhbus deyəkmi, nə deyim, xalqlara, yəni belə deyək də, milli qüvvələrə muxtariyyət, nə bilim, siyasi məhbuslara azadlıq, hürriyyət, yəni bu kimi çıxışları var, orada ifadə edir. Yaxşı, bura qədər danışdıqlarımızı ümumiləşdirsək, Molla Nəsrəddin jurnalına yazım. Molla Nəsrəddin jurnalında da deməli burada xoşbəxtlik yazaq. Yəni sevinclə qarşılayırlar da bir sözlə. Xoşbəxt Molla Nəsrəddin elə yada saxlaya bilərsiniz. Nəticə nədir? Birinci Dünya müharibəsi oldu. Birinci Dünya müharibəsi Çar Rusiyasını zəiflətdirdi və Çar Rusiyası zəiflədiyinə görə burada fevral bir inqilab olur. Fevral ayında baş verdiyinə görə bir inqilab olur. İnqilab nəticəsində Çar Rusiyası devrilir, monarxiya gedir, 2-ci Nikolay gedir və yaranır müvəqqəti hökumət. 17-ci ildən, yəni fevral ayından oktyabra qədər müvəqqəti hökumət Azərbaycanı, ümumiyyətlə Rusiyanı idarə edəcək. Müvəqqəti hökumət deyir ki, siyasi məhbuslara azadlıq verirəm, ayrı seçkiyə son qoyuram. Bu da bizdə sevinclə qarşılanır. Bu xəbər bizim martın 2-sinə çatıb, fevral inqilabı. Məhəmməd Əmin Rəsulzadə deyir ki, nə bilim, bu xalqlara hürriyyət verəcək, muxtariyyət verəcək, bu kimi çıxışlar edir. Molla Nəsrəddin jurnalında da xoşbəxtliklə, yəni xoşbəxt Molla Nəsrəddinlə yadda saxlayırsınız. Belə. Və ümumi Cənubi Qafqazda bir komitə yaranır. Azərbaycanda sırf Bakıda isə itik yaranır. Amma Bakıda yaransa da bəs nə oldu? Bəs sən siyasi amnistiya verirdin, ayrı seçkiyə son qoyurdun, ay müvəqqəti hökumət. Nə oldu? Niyə burada qeyri-Azərbaycanlılar daha çox önəmli təşkil edir? Görürsünüz, deməli, öz dediyini özü əməl eləmir. Cənubi Qafqaz komitəsinə gəlincə burada bir qeyd vermənizi istəyirəm. Cənubi Qafqaz canişinliyi keçmişdik biz. Canişinlik yaranır 1844-də ilk dəfə, 1883-də isə ləğv olunur. Sonra 1905-ci ilin fevralında yaranır, 1917-ci ildə ləğv olunur və 17-ci ildə yaranır komitə, yəni Cənubi Qafqaz komitəsi. Cənubi Qafqaz komitəsi isə 17-ci ilin yaranır, deməli, martın 9-unda ləğv olunur oktyabrında. Niyə oktyabr? Çünki oktyabra ayrı çevrilişi olacaq, həm müvəqqəti hökumət gedəcək, həm komitə gedəcək, həm də itik gedəcək. Bu üçü də oktyabr inqilabından sonra gedəcəklər. Sonra yaranır komissarlıq, bunun qeydiyyatını götürün, birazdan izahını verəcəm. Komissarlıq yaranır 1917-ci ilin noyabrın 11-dən 1918-ci ilin fevralın 10-una qədər. Sonra da yaranacaq Seyim sözü mənası qanunverici orqandır. Seyim də yaranacaq 1918-ci ilin fevralın 23-dən, deməli, mayın 26-sına qədər. Bu Cənubi Qafqazda Rusların idarəçiliyidir. Birinci Qafqaz baş hakimliyi yaranır, sonra baş hakimliyini 44-də ləğv edib canişinlik yaradır, ardınca komitə, komissarlıq, Seyim. Fevral burja inqilabından sonra komitə yaranır, oktyabr çevrilişindən sonra komissarlıq yaranır, daha sonra isə müvəqqəti hökumət, daha doğrusu müəssisə seçkilərinin məğlubiyyətindən sonra isə Seyim yaranır. Dediyim hər cümləni qeyd edək, bunların birazını açıqlamasını verəcəm. Bu dərsin birinci hissəsi. Yəni, bura qədər başa düşdük, məncə. Sadə bir şeydir. Fevral inqilabı, müvəqqəti hökumət, komitə, itik. Yaxşı, itikin gördüyü işlərdə dedik. İndi burada bizim təşkilatlarımız var. Məsələn, Müsavat təşkilatı, bilirik də. Müsavat təşkilatı ilk vaxtlar Məhəmməd Əli Rəsulzadə, daha sonra Məhəmməd Əmin Rəsulzadə rəhbərlik eləmişdir, düzdürmü? Müsavat partiyasına vaxt yaranmışdı 1911-ci ildə. Sonra bunun nizamnamələri var idi, proqramı var idi, qəbul olunur 1912-ci ildə. Məhəmməd Əmin Rəsulzadə yəni sırf bunu idarə edir 1913-cü ildə. Bir də bunun qəzeti var idi. Açıq söz qəzeti. O da 1915-ci ildədir, düzdürmü? Amma 1917-ci ildən başlayaraq artıq bu gizli fəaliyyət göstərirdi. 1917-ci ildən etibarən artıq azad şəkildə fəaliyyət göstərməyə başlayır. Yəni açıq şəkildə fəaliyyət göstərməyə başlayır. Nə vaxt? 1917-ci ildə. 1917-ci ilin eyni zamanda 25-31
oktyabr aylarında bir qurultay keçirilir. Bu qurultayda hansı məsələlər vurgulanır? Yenə baxın burada götürdüyümüz 8 saatlıq iş kəndlərə torpaqlar veriləcək, amma bunun hər hansı bir qarşılığı yoxdur. Məsələn, kəndli falan işə görürsünüz, hər torpaq verin yox. Kəndlərə elə torpaq verilməlidir. Bu məsələ sonra ana dili, rəsmi dövlət dili olması məsələsi vurgulanır. Bir də nə deyir? Məhəmməd Əmin Əzizovdan həmişə çıxış nədir? Rusiya Federasiya olsun, yəni ayrı bir respublika olsun və Azərbaycan onun içərisində muxtariyyət olsun. Birinci muxtariyyət istəyirik, daha sonra müstəqillik istəyəcəyik. Demək nə? Rusiya Federasiya olsun, biz onun tərkibində muxtariyyət, ərazi muxtariyyəti verilməsini tələb edirdi. Bax, bunların hamısı müsabatın oktyabr ayında keçirildiyi qurultayda vurgulanan məsələlərdir. Sonra burada başqa bir partiya var. Türk Ədəmi Mərkəziyyət. Türk Ədəmi Mərkəziyyət Partiyası da yenə 1917-ci ilin martında yaranıbdır. Bu partiyanın rəhbəri Nəsib bəy Yusif bəylidir. Bu partiya yaranıb Gəncədə. İndi mən sizin yadınıza salam. Gəncədə hansı partiyalar var idi? Qeyrət, Müdafiə və Türk Ədəmi Mərkəziyyəti. Mən bunu uşaqlara GMT formasını verim, yadınızı saxlayın. Qeyrət, Müdafiə, Türk Ədəmi Mərkəziyyəti. Bu GMT üçü də Gəncədədir. Qeyrət təşkilatında da, Türk Ədəmi Mərkəziyyətdə də eyni məsələdir. Federasiya olsun və Azərbaycana versin, ərazi muxtariyyəti verilsin, ərazi muxtariyyəti. Demək, görürsünüz, müsavatın da fikri eynidir, Türk Ədəmi Mərkəziyyətinin fikri eynidir. Yəni, federasiya, muxtariyyət, ikisində də var. Düzdürmü? Bu ikisi sonradan birləşir. Nə vaxt birləşir? Baxın, elə 1917-ci ilin martında bu yaranıb, düzdür? 2 ay sonra, iyun ayında birləşir, olur belə, Türk Ədəmi Mərkəziyyət Müsavat Partiyası. Məsələn, niyə? Çünki eyni ideyadan çıxış edir. İkisi də federasiya istəyir, ikisi də muxtariyyətli istəyir. Bax, buranı bir dənə yekunlaşdırın. 1917 il martında biz 4 dənə hadisəni qeyd elədik. Komitə, İTİK, Türk Ədəmi Mərkəziyyət Partiyasının yaranması, indi birini də deyəcəm. Birini də az sonra deyəcəm. Bu 4 dənə hadisə mart ayındadır. Düzdür? İyun ayında yadımıza saxladıq ki, bunlar birləşik olub Türk Ədəmi Mərkəziyyət Partiyası. Yaxşı, bunları da vuruladıq. İndi gələk digər məsələyə. Mən buradan bir balaca bir qeyd verəcəm. 1917-ci ilin var. Qoy açıq yazın. Buraya qədər məncə dediklərimizi anladıq. Rusiyada fevral burjuaziya inqilabı nəticəsində müvəqqəti hökumət, komitə yaranır, İTİK yaranır, müsavat açıq fəaliyyətə başlayır və bunun oktyabr ayında qurultayı var. Sonra Türk Ədəmi Mərkəziyyəti yenə martda yaranıb, amma iyunda birləşiblər. Yaxşı, indi nə olur? Bu iki burada qurultaydan danışacağıq. Çünki fevral burjuaziya inqilabı Azərbaycanda azadlığın başqa bir, belə deyək, boyuta daşıyıbdır. Çünki azadlıq mübarizəsi daha fərqli boyutdadır və iki dənə qurultaylar var. Biz daha öncə Rusiya müsəlmanlarının birinci, ikinci, üçüncü qurultayını keçmişdik, düzdürmü? Nijni Novgoroddadır və Peterburq şəhərindəydi, düzdür? Neçənci illəri idi? 1905-6-cı illəri idi. 5 avqustu, 6 yanvarı, 6 avqustu. Bu Rusiya müsəlmanlarının qurultayı. İndi öyrənəcəyimiz, diqqətli oluruq, Qafqaz müsəlmanlarının qurultayı. Bir də var, Rusiya müsəlmanları, elə Rusiya müsəlmanlarının qurultayı. Bax, Qafqazdırsa, Qafqaz harada olacaq? Mərkəzdə, əsasən başı olacaq. Demək, Qafqaz müsəlmanlarının Bakı qurultayı, Rusiya mərkəzi harada deyək ki, yəni mərkəzində şəhərlərindən Moskva. Rusiyanın müsəlmanlarının Moskva qurultayı keçiriləcək. İki dənə qurultaydır. 1917-ci ilin aprelində birinci Bakıda keçirilir, daha sonra isə mayında keçirilir. Bax, bu nədir Qafqaz müsəlmanlarının qurultayı? Yəni, bunlar Qafqazda olan müsəlmanlar birləşir, yenə orada rəsuzali çıxış edir. Eyni söz, Federasiya, Rusiya Federasiya olsun, bizə ərazi muxtariyyəti versin. Bax, bu təkliflər irəli sürülür və qəbul olunur. Və burada isə artıq o dediyimiz fikirlər var, onun qətnaməsi qəbul olunur. Yəni, burada nə deyir? Dediyimiz kimi Rusiya olsun, nə? Federasiya və bizə ərazi muxtariyyəti verilsin. Burada dediyimiz Rusiya Federasiyasının ərazi muxtariyyəti məsələsi artıq qətnamə şəklində qəbul olunur. Bu qədər sayda. Qafqaz deyirsə Bakıda olacaq, Rusiya deyirsə Moskvada olacaq. Aprelində, mayında. Qutardı? Şö. İndi bu qurultaylar keçirilir. Gəldik digər bir məsələ. Digər bir məsələ nədir? Bakı Fəhlə Deputatlar Soveti. Baxın, Bakı Fəhlə Deputatlar Soveti, yəni Bakı Xalq Komissiyası Sovetinin gedişəcəkdə qarışdırmayın. Analiz səhiyyindən bəzi dərsi oxursunuz. Bu dərsi oradan oxumanızı istəmirəm. Sadəcə dediklərimə fikir verin. Bir də bunu sizə PDF-sini atacağım. Oradan öyrənin. Yaxşımı? Çünki analiz səhiyyidə biraz Bakı Xalq Komissiyaları Sovetində qatıb içinə, orada soyqırımda qatıb içinə, aləm vurub bir-birinə. Yəni oradan oxusaz çox qarışıq gələcək. Ona görə dediyim formada öyrənin. İndi Bakı Fəhlə Deputatlar Soveti yenə dediyimiz kimi, baxın, bunu bir dəfə keçmişdik. 1905-ci ildə
noyabrında yaranır, 1906-cı ilin fevralında ləğv olunurdu. Yaranıb ləğv olunur, Bakı Fəhli Deputatlar Soveti. Amma 1917-ci ilin martında yenidən bərpa olunur. Mart ayında yenidən bərpa olunur. Bunu da siz bilmək istəyirsə 6 mart tarixindədir. Yəni birinci İTİK-dir, sonra BFDS-dir, ondan sonra Cənubi Qafqaz Komitəsidir. Yəni xronoloji çərçivədən budur. Martın 6-sında yenidən bərpa olunur. Bu Bakı Fəhli Deputatlar Sovetidir. Bunun rəhbəri Stepan Şamyandır. Stepan Şamyandır. Yenə burada qeyri-Azərbaycanlılar daha çoxdur. Azərbaycanlılar ümumiyyətlə demək olar ki, sayı çox azdır. Əsasda burada Azərbaycanlılara başlayırlar sıxışdırmalar eləməyə, nə bilim onlara ayrı seçkilik eləməyə və s. Yəni Azərbaycanlılara göz verib işıq verirlər. Şimdi Bakı Fəhli Deputatlar Soveti. Yaxşı, dedi ki, burada əsasən SR-lərdir, daşnaqlardır, təşkilatlardır da. SR daşnaq, Bolşevik, yenə Menşevik. Bəli, bunlar təşkil edilir. Yaxşı, bura qədər danışdıqlarımızı bir dənə ümumiləşdirək. Biz nə danışdıq? 1917-də nə oldu? Bax, fevral inqilabı oldu. Düzdürmü? İnqilab nəticəsində nə yarandı? Müvəqqəti hökumət yarandı. Müvəqqəti hökumət nə etdi? İTİK yaratdı. Bir də Cənubi Qafqaz Komitəsini yaratdı. Bunu Tiflisdə yaratdı, bütün Qafqazı idarə edir. Bunu Bakıda yaratdı, düzdürmü? Sonra nə oldu? Müvəqqəti hökumət. Ondan sonra burada BFDS-ni də yaza bilərik. BFDS. Hər üçü də mart ayında yarandı. BFDS yəni Bakı Fəhli Deputatlar Soveti demək. Üçü də hamısı müvəqqəti hökumətin təşkilatlığına yaranır. Sonra nə öyrəndik? Sonra Azərbaycanlılar nə iş görür? Müsavatdan danışdıq. Açıq siyasətə başlayır. Türk Ədəmi Mərkəziyyət Partiyasına yaranır. Yenə martdadır hər ikisi də. Sadəcə bu Türk Ədəmi Mərkəziyyət Müsavat Partiyası birləşir iyun ayında və aprel-may may ayında nə dedik? Aprel-may bu iyunda birləşir, martında yaranır. Müsəlmanların qurultayı bax bu təşkilatlanmaları dedik, düzdürmü? Bu fevral burjuva inqilabından olan nəticələri. Bunu qoyduq bir qırağa. Bu dərsin sanki birinci hissəsi kimi başa düşə bilərsiniz. İndi keçirək dərsin ikinci hissəsinə. Dərsin ikinci hissəsində artıq oktyabr çevrilişini danışacağıq. Deməli, müvəqqəti hökumət bayaqdan deyirdi ki, bir dənə baxım görüm, bir dənə qeyd eləməz. Məsələn, müvəqqəti hökumət nə deyir? Deyirdi ki, ayrı seçkilik olmaz, nə bilim axı, siyasi məhbuslara amnistiya verir falan filan. Düzdürmü? Amma dediklərini eləmir müvəqqəti hökumət. Çünki eləsəydi qeyri-Azərbaycanlılar daha çox üstünlük təşkil eləməzdi. Buna görə yenə 1917-ci ildən danışırıq. Artıq bu səfər danışacağımız şey oktyabrın 25-də inqilab olur, yenidən, yəni çevriliş olur. Oktyabr çevrilişində artıq konkret olaraq bolşeviklər nə edir? Bolşeviklər Rusiyada hakimiyyəti ələ alırlar. Hakimiyyəti ələ alırlar. Uje keçdilər hakimiyyəti ələ almağa. Bura qədər yox belə seçkilər falan, amma tam konkret olaraq oktyabr inqilabından sonra bolşeviklər Rusiyada hakimiyyəti ələ keçirir. Rusiyada hakimiyyəti ələ keçirir, nə edəcək? Cənubi Qafqazı ələ keçirməlidir, bir də Bakını ələ keçirməlidir. İndi baxaq görək Bakıda vəziyyət nədir? Birinci Bakıya baxırıq. Bakıda nə var? İTİK var, düzdür? Bir də nə var? Şəhər Duması var. Şəhər Duması. Şəhər Duması bilirsiniz də 1878-ci ildə yaranıbdır Şəhər Duması. İTİK-də bayaq dediyimiz kimi 1917-ci ilin martında yaranıb. İlk işi İTİK-i ləğv eləmək olur. 1917-ci ilin noyabrın 22-sində ləğv olur. Martda yaranıb, noyabrında ləğv olur. Yaxşı, İTİK-i ləğv elədi, amma yeganə nə qalıb? Şəhər Duması. İndi biz deyirik. Həmin vaxt, yəni belə deyək də BFDS-nin, yəni Bakı Fəhli Deputatlar Sovetinin rəqibi hansı oldu? Şəhər Dumasıdır. Amma İTİK-i ləğv edir. Sonra Şəhər Dumasını da ləğv edəcəklər. Yəni yavaş-yavaş o qurumları ləğv edirlər ki, Sovetlər gəlsin, Bakını tam idarə eləsin. Məsələ budur. Yaxşı, BFDS Şəhər Dumasının hər şey onun sahibidir və özünün arxain olduğu yeganə qüvvə Bakının qarnizonudur. Yəni orada Bakıda təşkil olmuş qarnizon bunun belə deyək də dayağını təşkil edir. Yaxşı, sonra burada bir seçkilər olur, məclisə seçkilər keçirilir falan filan. Bolşeviklər 20%, cəmi onlara 20% səs verilir. Bolşeviklər görür ki, bunların sosial bazası zəifdir. Yəni bu nə olsun hakimiyyəti ələ aldılar, amma heç kim bunu istəmir. Məclisə seçkilər olur axı. Məsələn, odur ki, məclisində bu seçkilərdə səs hüququna malik olmalı. Bu ola bilmir, baza zəifdir. Ona görə sonra beyni sözdə bolşeviklər o məclisində olacaqlar. İndi ona gələcək birəsən. Nəysə, oktyabr çevrilişində dedik ki, bunu yaratdılar. Birinci Rusiyada nə vaxt hakimiyyət edəcəklər? Oktyabrın 25-i. Nə vaxt Bakıda İTİK-i ləğv edərək öz hakimiyyətlərini qururlar, deyəcək bu. Amma nə zaman sırf Bakıda özləri hakimiyyətə gəlir? Noyabrın 2-si, bax yadınızda saxlayın. 17-ci ilin noyabrın 2-sində Bakıda hakimiyyəti ələ alırlar.
İTİQ isə noyabrın 22-sində ləğv ediblər. Yaxşı, rəqibinə dediyi, əsas məsələsinə dedi ki, burada qarnizon. İndi komitə var idi Cənubi Qafqazda. Dedik, Cənubi Qafqazda və Bakıda hakimiyyəti ələ alıb daxil. Cənubi Qafqazda komitə deyir ki, bolşeviklər deyir ki, mən sizi tanımıyorum. Ona görə bolşeviklər beyni sönür, nə edir? Komitəni ləğv edir. Aha, komitə getdi, oktyabr ayında komitə getdi. Yerində nə yaranır? Cənubi Qafqaz komissarlığı yaranır. Komissarlıq da bolşevikləri ləğv edir, yəni qəbul eləmir. Deyir ki, biz sizin hakimiyyətinizi qəbul eləmirik. Amma nəticə etibarilə komissarlıq deyilən bir qurum meydana gəlir. Bu qurum 1917-ci ilin deməli 11 noyabrda yaranır, 1918-ci ilin fevral ayının 10-na qədər davam edir. Bax, bu arada nə varsa komissarlığın gördüyü işləri maaşdır. Necə komissarlıq nə edir? Komissarlıq, Cənubi Qafqaz deyirsə, deməli yenə burada gürcülər var, ermənilər var və Azərbaycanlılar var. Komissarlığın gördüyü əsas bunun dönəmində noyabrda deməli müəssislər məclisinə seçkilər keçirilir. Yenə bu seçkilərdə bolşeviklər çox az səs çubuğuna malik olurlar, yəni bu göstərilir. Daha sonra Cənubi Qafqaz komissarlığının gördüyü ilk iş soruşsalar ki, nədir? Dekabrın 5-də Ərzincan müqaviləsini imzalamasıdır. Bax, ən çox düşən sual budur. Ərzincan müqaviləsini kim imzalayıb? Osmanlı, üstəgələ Cənubi Qafqaz komissarlığı imzalayıb. Müqavilənin şərtində nə deyilir? Axı, fikir verin, söhbət Birinci Dünya müharibəsindən gedir. Bu müqaviləyə görə Qafqaz cəbhəsi o demək ki, yəni Osmanlılar, Azərbaycan, yəni o hissədə quruşur. Qafqaz cəbhəsində müharibə dayanmalıdır. 2. Rus orduları geri çəkilməlidir. Bu qərarlaşdırılır. Və komissarlığın bir dənə əsas fəaliyyəti odur ki, Azərbaycanlılar öz, belə deyək də, milli ordusunu yaratmaq istəyir. Milli korpusunu yaratmaq istəyir. Milli korpusunu yaratmaq istəyir. Amma necə yaratsın? Düşünün, ya Ruslar gəlir, orduları tərk-silah eləsə, yəni Rus oradan geri qayıdacaqlar. Oradan o əsgərləri tərk-silah eləyək də gələndə. Ruslar da gəlir, başlayırlar yol boyu, Bakıdan Tiflisə dəmir yoluna gəlir də, 1883-də yaranıb Bakı Tiflis dəmir yolu. Oradan gələndə bütün müsəlmanları qırırlar, erməni gürcüləri yox, ancaq müsəlmanları qırırlar falan filan. Ona görə 1918-ci ilin yanvarında Şəmkir hadisəsi deyirik. Şəmkir hadisəsi, yəni Ruslar belə də silahları vermirlər, müsəlmanlara vermirlər. Ona görə orada bir çatışma olur. Yəni türklər demişəm. Nəsə Şəmkir hadisəsi baş verir. Sonra 1918-ci ilin fevralın 1-də General Talışniski bunu həbs edirlər. General Talışniski kimdir? Azərbaycanda dediyimiz kimi milli korpus yaratmaq istəyir, milli ordu qvardiya yaratmaq istəyirlər də. O Talışniski gəlir güya dəstək olar falan filan, onu həbs edir, yerlə əhali üsyan qaldırır və s. Yəni bunlar nə mahiyyətini bilməsiniz? Desək ki, Şəmkir hadisəsi, Ərzincan müqaviləsi, Talışniskinin həbs olunması, nə bilim, xüsusi özlərinə aid ordu yaratmaq istəkləri, müəssisə seçkilərin keçirilməsinə, bolşeviklərin az səs çoxluğu falan, hamısı komissarlığın dönəminə düşür nəticə etibarı ilə. Yanvarın dedik, fevralın dedik. Bu çünki fevralın 1-də gəlir, ona görə buna düşür. Fevralın 10-da isə komissarlıq artıq öz fəaliyyətini dayandırmış olacaq. Və bir də Azərbaycan o dediyim milli korpus yaratmalıdır falan. Burada türk deyəndə Tatar yazacağım. Tatar süvari alayı var, süvari alayı. Bilirsiniz, Birinci Dünya müharibəsində 1914-də yaranmışdı, 18-də ləğv olmuşdu. Bu Tatar süvari alayından gələn dəstələr də yenə bu qvardiyanın yaranmasına köməklik edir. Amma sizə əsas lazımdır bu Ərzincan müşavirəsi. Yəni diqqətli olun ki, Ərzincan müqaviləsini kim imzalayıb? Komissarlıq imzalayıb. Nəsə, sonra yenə burada da fikir ayrılıqları falan filan var. Fikir ayrılıqları üzündən, fikir ayrılıqları niyyədir? Heç vaxt erməni Azərbaycanın sözü üstə düşə bilməz. Mütləq ki, hər hansısa bir hadisədə bunlar fikir ayrılıqlarını gətirib çıxarır. Və nəticədə komissarlıq buna görə ləğv olur. Yerində yaranır Seym. Necə yaranır Seym? Deməli, yaranacaq 1918-ci ilin 23 fevralında yaranır, 26 mayda ləğv olur. Müəssisə dediyi, müəssisə seçkilər 1918-ci ilin yanvarında yenidən müəssisə seçkilər olanda, yenə bu bolşeviklər uduzur. Bolşevik uduzanda beyni sönüb müəssisə ləğv edir. Müəssisə ləğv edəndə uca olur vətəndaş müharibəsi. Çünki xalq deyir ki, orada digər qurumlar deyir ki, sən diktator yaratmaq istəyirsən, müəssisə niyə qovursan? Ona görə Rusiyanın daxili bir vətəndaş müharibəsi baş verir nəticə etibarı ilə. İndi gələk Seymə. Seym yaranır. Seymin dönəmində əsas nələr olur? Burası daha maraqlıdır. Yaxşı, komissarlığı başa düşdük, komitəni başa düşdük. Canşinliklər zaten keçmişik. İndi görə Seym hansı fəaliyyətdə başlayır? Yenə burada Ruslardır, ermənilərdir, gürcülərdir. Amma 44 nəfərlik müsəlman korpusunun da rəhbəri var. Bu da yenə Məmməd Əmin Rəsuluzadədir. Yəni burada iştirak edir. Və Seym sözünün mənası qanunverici orqan deməkdir. Bu qanunverici orqan özünün hökumətini də təşkil edir.
bunları yabızı saxlayan qanunverici orada hökumət təşkil, 44 nəfərin məsuliyyəti, bunun hamısı Seymardır. İndi burada bir məsələ olur. 1918-ci ilin 3 martında Brest-Litovsk müqaviləsidir. Bu nədir? Bu Ruslarla Almanlar arasında separat sülhdür. Yəni Rusiya axı ingilislərin tərəfində idi. Rusiyada fevral burjuva inqilabı falan olur, oktyabr çevrilişi olur deyə artıq Rusiya müharibədən çıxmaq istəyir və gedir Almanlarla gizli şəkildə müqavilə imzalayır, müharibədən çıxır. Müharibədən çıxanda müqavilənin şərtində var ki, Qars, Ərdahan, Batum Osmanlıya verilməlidir. Və yaxud da deyirik ki, 1877-1878 Rus-Osmanlı müharibəsi var idi. Bax, oradakı sərhədlərə qədər Rusların sərhədləri, yəni o dövrdəkinə qədər gətirilir. Yəni bir sözlə Qars, Ərdahan, Batumu o müharibənin nəticəsində tutmuşlar axı. İndi Qars, Ərdahan, Batum yenidən verilir kimə? Osmanlı dövlətinə. İndi Qars, Ərdahan, Batum Osmanlıya verilməsini bu erməni gürcülər